Kanal izləyiciləri, bugün sizi Xızılalında mərkəzdə Heydər Əliyev Parkının yanında 17 mərtəbəli binanın 15-ci mərtəbəsində 105 kvadratdan ibarət 2 otaqdan 3 otağa düzəlmə mənzillə tanış edirik. Qonaq otağından başladıq çəkilişə. Çılçıraqları, pərdələri qoyulub, belə deyim, mənzildə. Qonaq otağında kombisi var, kombi sistemi çəkili kombisi var. Belə geniş dəhlizi var, göstəririk. Dəhlizin dəhliz sistemidir, göstərdik. Sağda ayrılıqda sanitar qovşaqlarıdır. Bütün aksesuarları qurulur. Ayrı-ayrılıqları göstəririk. Düz istiqamətdə mətbəximizdir. Geniş mətbəxi var. Mənzilimiz kupçalıdır, qeyd edirəm, ipoteka yararlıdır. Baxın, bax belə bir. Bütün otaqların da pəncərələri var, mövcuddur. Göstərəcəm sizə. Bu da geniş eyvandır. Kombisi də vardır. Dəhliz sistemindəndir. Dəhliz sistemidir, keçirik. Solda ayrılıqda belə bir yataq otağı var. Göstərir yataq otağı. Yataq otağından eyvana çıxış var. Mətbəxdən də var. Bu da uşaq otağıdır, göstərik. Bunun da pəncərəsi görürsünüz, mövcuddur. Hamısının pəncərəsi var. Yerləşdiyi yer Xızılalanda mərkəzdə, Heydər Əliyev Parkının düz yanında 17 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir mənzilimiz. 105 kvadratdan ibarətdir, kupçalıdır, ipoteka yararlıdır. Kombi sistemi var, kupçası da var. Bina yaşayışlı binadır, düz mərkəzdədir. Sizin nə əmlakınız varsa satışda buyurun bizə müraciət edin. Kanalımıza vaxtınıza görə təşəkkür edirik. Abunə olmağı unutmayın. Qiyməti aşağıda qeyd olunacaq.